Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bugün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız. Ad tayfasının qardaşını xatırla. Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib getmiş qumsal təpələrdə yaşayan tayfasını Allahdan başqasına ibadət etməyin, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram deyə xəbərdar etmişdi. Onlar isə demişdilər, sən bizi məbudlarımızdan döndərməyə mi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir. Hud dedi, bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin